Bentley tarixin ən radikal addımını atdı və məşhur dördqapılı Flying Spur modelinin iki gözünü çıxartdı. Bəli, 1962-ci ildən bəri brendin vizit kartı olan o 4 dairəvi fara artıq yoxdur. Maşın indi Continental GT ilə eyni üzə sahibdir. Amma narahat olmayın, çünki bu canavarı farasına görə yox, kapotun altındakı gücünə görə sevirlər. Yeni nəsil Flying Spur S artıq hibriddir, amma içində hələ də buduz bir V8 mühərriki gizlənir. Təsəvvür edin, gücü düz 20% artıraraq 680 at gücünə çatdırıblar. Yerindən 100-ə cəmi 3,7 saniyəyə uçur. Salondakı hər bir oturacağın hazırlanmasına isə düz 12 saatlıq əl əməyi xərclənir. Tam bir sənət əsəridir. Sifarişlər artıq başlayıb. Qiyməti isə təxminən 510 min manatdan start götürür. Sizcə, iki faralı yeni dizayn Bentley-yə yaraşıb, yoxsa köhnə 4 gözlü klassika daha yaxşı idi? Fikirlərinizi şərhlərdə yazın və bizi izləməyi unutmayın.